Pokrovsk istiqamətində Ruslar müharibənin daha bir qaranlıq tərəfini nümayiş etdirirlər. Döyüşçülər yoldaşlarının ölümündən sonra onların meyitlərini axtarır, üzərlərindəki bütün qiymətli əşyaları, pul, telefon, avadanlıq hissələri, şəxsi nişanlar və digər şəxsi əşyaları götürürlər. Bu faktlar Rusiya Federasiyasının 30-cu ayrı-matı atıcı briqadasının hərbçiləri arasında fəaliyyət göstərən Ateş Partisan hərəkatı tərəfindən qeydə alınıb. Hərəkatın Telegram kanalına görə onlar bu qarət hallarını təsdiqləyir və bildirirlər ki, bu cür davranış briqada daxilində sistemli xarakter daşıyır. Onlar üçün silahdaşa ölüm acıma səbəbi deyil, qazanc fürsətidir. Partizanlar deyirlər. Ateş agentlərinin məlumatına görə briqadanın şəxsi heyəti böyük itkilərə görə artıq 3 dəfə yenilənib. Komandanlıq onlara görə müxtəlif cinayətkar keçmişi olan şəxsləri məhkumlardan tutmuşlar, komandalara qədər sıralara cəlb edir. Elə kontingent briqadaya zona qanunları mentalitetini gətirir və buna görə qarət adi hala çevrilir. Döyüşçülər arasında gərginlik və münaqişələr yaradır və mühit intizamı tamamilə məhv edir. Hər kəs yalnız şəxsi qazanc haqqında düşünür, birliyə rast gəlinmir və bölmənin döyüş qabiliyyəti sürətlə azalır, partizanlar bildirirlər. Cəbhə zonasına gələn məlumatlara görə Pokrovsk istiqamətində vəziyyət çətin olaraq qalır. Ukrayna müdafiə qüvvələri hücuma müqavimət göstərməyə davam edir və yaxın arxa zonada logistika gərgin olaraq qalır. Hadisələrin inkişafı döyüş qabiliyyətinin qorunması üçün daim monitorinq və taktiki uyğunlaşma tələb edir. Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov 30 noyabrda Prezident Putinə Rus qüvvələrinin Pokrovsk və Vovçansk şəhərlərini ələ keçirdiyini bildirirdi. Lakin Ukrayna tərəfi bu məlumatı qəti şəkildə təkzib edir. Ukrayna prezidenti Vladimir Zelenski Fransanın prezidenti Emmanuel Macronla Parisdə keçirdiyi görüşdən sonra Pokrovsk və Vovçanskın ələ keçirilməsi barədə xəbərləri rədd edib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nəzdindəki dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andriy Kovalenko Rusların bu bəyanatlarını Qərb auditoriyası üçün diplomatik mərclərin qaldırılması kimi qiymətləndirib. Onun sözlərinə görə həm Vovçansk, həm də daha əvvəl ələ keçirildiyi iddia edilən Kupyansk hələ də Ukraynanın nəzarəti altındadır. Cəbhə xəttində dəyişiklikləri izləyən açıq mənbə kəşfiyyatı layihələrinin xəritələri də nə Vovçanskın, nə də Pokrovskun tam şəkildə Rusiya ordusunun nəzarətinə keçdiyini göstərmir. Eyni zamanda Depstati kimi Ukrayna açıq mənbə kəşfiyyatı layihələri Rus qoşunlarının Ukrayna ərazisində irəliləyiş sürətinin artacağı barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Müharibə Araşdırmaları İnstitutunun qiymətləndirməsinə görə Ukrayna ordusunun logistikasına qarşı Rusiyanın uzunmüddət pilotsuz uçuş aparatının hücum kampaniyası vəziyyətin formalaşmasında, xüsusilə də Pokrovsk yaxınlığında əsas rol oynayıb. Həmçinin duman və yağıntı kimi əlverişsiz hava şəraitinin də Rusiya ordusunun irəliləyişinə kömək etdiyini qeyd edir. Rusiyada ilk dəfə Ukraynaya qarşı müharibənin uğursuzluğu faktiki olaraq bu qədər yüksək səviyyədə etiraf edilir. Rusiya quru qoşunlarının keçmiş komandanı ordu generalı Vladimir Çirkin açıq şəkildə bildirib ki, Kreml müharibəyə hazırlıqsız başlayıb və yanlış kəşfiyyat məlumatlarının təsiri altında qərar qəbul edib. O, bu sərt etirafı Pro-Kreml RBC kanalında səsləndirib. Çirkin xatırladıb ki, işğaldan əvvəl Rusiya rəhbərliyi özünə tez
qələbə və Gürcüstanla 5 günlük müharibənin təkrarını vəd edirdi. Onun sözlərinə görə bu həddindən artıq özləyinən Putinin ordusunu Ukraynalıların gözlədiyi barədə yanlış təsəvvürə əsaslanırdı. Rusiya yenə də müharibəyə hazırlıqsız idi. Üstəlik, adət etdikləri kimi düşməni qiymətdən salıb öz güclərini həddindən artıq dəyərləndirdilər. Amma əgər xatırlayırsınızsa 24 fevralda deyirdi ki, müharibə 3 günə bitəcək, indi onları əzəcəyik. Haradasa Tbilisi sindromu işə düşmüşdü. Təəssüf ki, vəziyyət belə olmadı. Mən bizim bütün kəşfiyyat cəmiyyətinə kafi olmayan qiymət verərdim. Ölkə rəhbərliyinə güya Ukraynanın 70%-nin bizim tərəfimizdə, 30%-nin əleyhimizdə olduğu barədə səhv məlumat ötürülmüşdü. Sonradan tam əksinin doğru olduğu üzə çıxdı. 30% bizim tərəfimizdə, 70% isə əleyhimizdə baş verənləri artıq bilirik. Cəmi ilk bir neçə həftədə çox ciddi və sərt dərs aldıq, deyə Rus generalı bildirib. Çirkini dediyi dərs Putinin ordusunun Kiyev yaxınlığında məğlubiyyət və bütün Şimali Ukraynadan tələsik geri çəkilməsi deməkdir. O, hətta bu hadisələr zamanı Rusiyanın o qədər ağır itkilər verdiyini nəzərdə qoyub ki, hakimiyyət onların miqyasını açıqlamaqdan qorxur. Keçmiş Müdafiə naziri Şoygu bu vəziyyətdən zərif şəkildə çıxmağa çalışaraq bunu xoşməramlı jest adlandırdı. Ordumuz orada neçə yaralı, ölən və şikəst buraxdığımızı bilir. Düşünürəm ki, bu hekayə hələ tam danışılmayıb, deyə keçmiş komandan bildirib. Generalın fikirləri göstərir ki, Kreml müharibəyə həm Ukrayna müqavimətinin miqyasını, həm də öz ordusunun real vəziyyətini anlamadan başlayıb. Bu etirafın Rusiyanın öz televiziya kanalında səslənməsi Putinin strategiyasının bütün müharibə boyu yıxlasa uğramasının ən açıq və kəskin sübutlarından biridir. Bundan əvvəl Z-blokçu Maksim Kalaşnikov Rusiyanın Ukraynaya qarşı müharibədəki acınacaqlı nəticələrini ümumiləşdirərək qeyd etmişdi ki, 4 illik müharibənin nəticələri Rusiya üçün fəlakətli olub və əsas məqsədlərin hamısı uğursuzluğa düçar edilib. O əmindir ki, müharibə doldurulma mərhələsinə daxil olur. Çünki Rusiya yaxınlaşan iqtisadi fəlakət səbəbindən onu davam etdirmək gücündə deyil. Sülh planı ilə bağlı aktiv danışıqlar da agresiyanın istifazasını yaxın zamanda başa çatacağını göstərir. Müharibə dalana dirənib. Atəşkəs hansı şərtlərlə olsa da bir çox istiqamətlərdə biz artıq uduzmuşuq, deyə Kalaşnikov bildirib. O, 2024-cü ilin fevralında həyata keçirilən, lakin uğursuz olan ildırım sürətli hücumu da xatırladıb ki, bu uğursuzluq Rusiyanı uzun və çox qanlı istehkam müharibəsinə sürüklədi. Uzun və qanlı qırğın Putinin ən böyük qorxusunu Rusiya imperiyasını yenidən qurmaq cəhdini alt-üst etdi, deyə Mərkəzi Pateri o ensivinliktiğaz yazıb və əlavə edib ki, Qan dənizi Ukraynalılarla Ruslar arasında dərin uçurum yaradıb və Ukraynadakı Pro-Rusiya milli hisslərdən qalan son izlər də tamamilə yox olub.